Bugünkü dərsimizdə bir ədəd Lenovo anakartı var. Platformamızı göstərim. Platformamız biraz burada gördüyünüz plyonkanın altında yerləşdirilib. Etiketin altındadır. Platformamız La B291P Revizya 1.0. Yeni anakartlardandır, yəni yeni nəsil anakartlardandır. Tək mikroprosesor var. Qeyd edim ki, ekran kartı olmayan versiyadadır. Anakartımızda problem nədir? Anakartımızda problem start var, lakin görüntü yoxdur. Mən gördüyünüz kimi burada multikontrollerimizə postkartımızı bağlamışam. Postkartımızı, Compal postkartımızı lehimləmişəm. Ayaqları çox incədir. Bunu görürsünüz, bu lupa vasitəsilə belə deyək, yaxınlaşdırıb belə deyək, bir dəhər lehimləmişəm. Yəni BIOS-u çıxartmadan postkart vasitəsilə, yəni kodumuza görə görək kodumuz nə göstərir. Qeyd edim ki, mən oscillografımızla BIOS-umuzu da yoxlamışam. Siqnallar normal deyildi. İlk öncə adaptorumuzu qoşaq. Baxaq görək postkartımız nədir. Daha sonra isə buradakı lehimləməni anakartımızın sxemində sizə göstərəcəyəm. Hansı ayaqlara belə deyək, telləri bağlamışam. Adaptorumuzu qoşuram. Burada ledimizin yanması ona görədir ki, yəni buradakı daha doğrusu avtomatik start verməmiş. Gördüyünüz kimi start almayıb. Sadəcə bu ledlər yanıb deyə. Nəyə görə yanır? Mən burada L20 drosselində always power'dir, 3.3 voltaj, ona görə yanır. İndi isə anakartımıza start verim. Gördüyünüz kimi postkart oxunur və postkartımız bir dəqiqə. Gördüyünüz kimi postkartımız 8A kodudur. Compal anakartlarımızda 8A kodu BIOS-la əlaqədardır. Mən BIOS-umuzu çıxardım. Yenidən proqramlayım və lehimləyək. Daha sonra nəticəyə birlikdə baxaq görək görüntü bərpa olacaqmı. Bizim anakartımızın sxemidir. Compal B La B291P Revizya.1. Gördüyünüz kimi buradakı siqnallar multikontrollerimizin daxilindədir. Multikontrollerimizin modeli də NPC Y288 multikontrollerdir. Gördüyünüz kimi burada LPC debug daha doğrusu debug port bölməsidir. Dedim ki, bu siqnalların çıxışı normalda Wi-Fi portunda olur. Lakin bu modeldə Wi-Fi portu fərqli olduğu üçün siqnallar multikontrollerlə qeyd edim ki, chipset arasındadır. Sən buradakı siqnalımızı kopya edək, axtarış verək. Gördüyünüz kimi avtomatik olaraq bizi chipsetimizə yönləndirir. Mikroprosesorumuzun daxilindədir. Qeyd edim ki, chipsetimiz chipsetimizə yönləndirir. Daha sonra axtarış verir. Gördüyünüz kimi heç bir axtarış göstərilmir. Yəni sadəcə multikontrollerlə chipset arasında bir əlaqədədir. Zaten digər dərsimizdə də izah etmişdim. Buradakı siqnallar chipsetimizdən gəlir. Yəni chipsetdən olan siqnallardır. Yəni bir-biri arasında əlaqə yaradır və bizə müəyyən kodu göstərir. Mən bunu gördüyünüz kimi LPC frame AD3210, daha sonra clock və reset və 3 voltajı isə buradakı gördüyünüz kimi L20 drosselindən götürmüşəm. Ona görə adaptor taxdığım zaman avtomatik olaraq postkartın işıqları yanırdı.
startdan sonra isə normal qaydada çalışır. Qeyd edim ki, bu always powerdir gördüyünüz kimi. 3 voltaj always powerdir. Yəni 3.3 və 5 voltajdan çıxan voltaj avtomatik olaraq multikontrollerimizə daxil olur. Burada siqnallar da postkartımızın kitabçasında da var. Qeyd edim ki, digər dərsimizdə də göstərmişdim bunun qaydasını, qoşulmasını. Bunlar əsas siqnallardır. Burada LPC yazan siqnalları bağlayırıq və belədək anakartdakı problemi bizə göstərir. Yəni BIOS-u çıxardıb 3-4 dəfə BIOS yazmaqdansa bu qayda ilə LPC porta, debug portuna bağlayıb tez bir şəkildə problemi müəyyən edirik, BIOS yazırıq və anakart normal qaydada çalışır. Mən BIOS-umuzu qeyd edim ki, lehimləmişəm. İndi isə gəlin baxaq, görək postkartımız nə göstərir və ekranda görüntü olacaq. BIOS-umuzu lehimləmişəm. İndi isə adaptorumuzu qoşaq. Avtomatik olaraq 3.3 voltaj gəldiyi üçün qeyd edim ki, işıqları yanır. İndi isə start verək. Gördüyünüz kimi avtomatik olaraq 8A kodu da keçdi və 30-da qaldı. Artıq notlarımız işləyir. Amperimiz də 0.50. Qeyd edim ki, bu anakartlar aşağı voltajda çalışır, çünki həm mikroprosesor, həm də RAM-lar aşağı voltajda çalışdığı üçün əsasən də mikroprosesor aşağı daha doğrusu aşağı wattda gücdə çalışdığı üçün amperdə bu modellərdə aşağı göstərir. Gördüyünüz kimi artıq belə deyək, görüntümüz bərpa olundu. Bugünkü dərsimiz bu qədər. Qeyd edim ki, 8A postkodu ilə əlaqəli video dərsliyim var idi. Sadəcə multikontrollerdən belə deyək, postkartımızı qoşmağı bu dərsimizdə göstərdim. Bu formada qoşaraq kodumuza baxaraq və belə deyək, problemi daha tez müəyyən edilir. Yəni hər dəfə burada anakarta BIOS-u çıxardıb yazmağa ehtiyac yoxdur. Çünki qeyd edim ki, bu anakartlar çox nazikdir və isti dəydiyi zaman tez əyilmə olur bu anakartlarda. Ona görə postkart vasitəsilə BIOS-u daha tez müəyyən edirik. Plus asiloqraf vasitəsilə də daha tez müəyyən etmək olur. Postkartla düzdür, biraz lehimləmə biraz çətin olur. Bu ayaqlarda ehtiyatlı olmaq lazımdır. Hər hansı bir səhv ayağa toxunurlarsa avtomatik olaraq multikontrollerimiz və ya başda isə yana bilər. Bugünkü dərsimiz bu qədər. İnşallah növbəti dərsimizdə görüşərik.